ne qədər məşqçi dəyişsə də heç cür komanda öz oyununu, öz əvvəlki qüdrətini qaytara bilmir və bu gün də Michael Carrick komandanın mövsümün sonuna kimi çalışdıracaq məşqçi United əfsanəsi bu gün ilk oyununa məhz belə bir derbidə çıxır. Manchester United isə İngiltərə kubokunda da Brighton uduzana mübarizəni dayandırır və görək bu arenada azarkeşlər yeni baş məşqçilə sevinə biləcəklərmi? Portuqaliyalı qapı önünə ötürülən top. Başla zərbə, qapı dili Harry Maguire. Harry Maguire artıq 3-cü dəqiqədə hesab aça bilərdi. Məhz belə bir məqamda ortaya çıxmağı xoşlayır komandanın lideri, bildirmişdim. Luke Shaw mübarizəsi, Semenyo qapı önünə ötürülən başla zərbə Bernardo Silva'dan. Bernardo Silva topu qapının üstündən vurur. Rodri, Semenyo. Semenyo qapıya baxdı. Semenyo'nun zərbəsi. Təhlükəliydi amma. Dəqiq alınmadı. Antoine Semenyo. Diallo sağ cinahda boşluq var. Qapıya ötürmə. Heç kəs toxuna bilmədi. Qapı qarşısını ötürmə. Diago'ların ötürməsi təhlükə yaratdı. Patrick Dorgu da topa çatmır. Ryan Şerkin'in ötürməsi keçmir. Antoine Semenyo. Erling Haaland. Blokladı Lisandro Martinez. Bir anda Norveçli goleador topu önündə gördü və Bruno qapı önünə baxdı. Bruno Fernandes ötürmə, zərbə, qapısından super save. Yenə də Donnarumma imkan vermir. Erling Haaland əksəmlə necə reallaşacaq? Patrick Dorgu gəlir, ötürmə, Brian'ın zərbəsi, gol! Derbidə hesab açılır. Brian Mbeumo mövsümdə 7-ci gol. Bu dəfə Donnarumma acizdi Kamerunun qarşısında. Oyun boyu çox yaxşı təsir bağışlayırdı Manchester futbolçuları və tələsmir. Mateus Cunha'nın qapı qarşısında oturan Patrick Dorgu 2-0. 76-cı dəqiqədə Patrick Dorgu və Cunha'nın ötürməsi. Əvəz etmə bax belə olar. Michael Carrick əvəz etməklə oyuna da damğasını vurur. Cunha'nı əvəz etdi və da məhsuldar ötürmə mərifi oldu və Patrick Dorgu. Mateus Cunha ötürmə. Mason Mount 3-0. Saniyələr əvvəl bildirmişdim ki Mason Mount fərqlənə bilər. Bu da revanş, bu da qisas, bu da Michael Carrick. Ustadının göz önündə Sir Alex Ferguson'a göstərəcəklər böyük ehtimalla. Derbidə darmadağın.